Bəzi insanlar, özlərinə müsəlman deyən insanlar iddia etməyə başlayıblar ki, dini başa düşmək üçün, tətbiq etmək üçün Quran-ı Kərim kifayətdir və Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsində, hədislərdə ehtiyac yoxdur. Bu insanlara, bu etiqadda olan insanlara 3 dənə cavab vermək istəyərdi. Bu şübhəyə 3 dənə cavab vermək istəyərdi. Birincisi, Allah subhanahu wa ta'ala Quranda bir çox yerdə Allaha və onun elçisinə tabi olmağa əmr edir. Məsələn, Allah subhanahu wa ta'ala deyir ki, Atiyullah və Atiyur Rasul. Bir çox yerdə Allaha və onun elçisinə tabi olun. Nisa surəsində Allah subhanahu wa ta'ala deyir, Mən yutir Rasulü fəqad ata Allah. Deyir, Allahın elçisinə tabi olan, Allaha tabi olmuş kimidir? Baxın, bir eləyir onu, ayırmır. Allah subhanahu wa ta'ala Peyğəmbərin sünnəsini Qurandan deyir, ona tabi olan, Allahın elçisinə tabi olan, Allaha tabi olmuş kimidir? Nisa surəsi 80-ci ayə. Və həmçinin Həşr surəsində Allah subhanahu wa ta'ala buyurur ki, Mə ətəkumur rasulü fəxuzuhu və mə nəhəkum anhu fəntehu. Allahın elçisi sizə nə verirsə onu götürün, neyi sizə qadağan edirsə onu tərk edin. Görürsünüz? Allah subhanahu wa ta'ala deyir, Allahın elçisi. Yəni o sizə nə əmr edirsə eləyin, o sizə nə qadağan edirsə eləməyin. Və Allah subhanahu wa ta'ala Nur surəsində buyurur ki, فَلْيَحْذَرِ يُخَالِفُونَ عَنْ أَمْرِهِ أَنْ تُصِيبَهُمُ الْفِتْنَةِ أَوْ يُصِيبَهُمْ عَذَابٌ أَلِيمٌ. O kəslər ki, Allahın elçisinə tabi olmurlar, onun əmrinə müxalif olurlar. Qoy qorxsunlar ki, Allah onlara fitnə göndərər, fitnəyə salar və yaxud da şiddətli bir əzab verər onlara. Və bu kimi ayələr çoxdur. O ayələrdə Allah subhanahu wa ta'ala ya əmr edir Allahın elçisinə tabi olmaq və yaxud təhdid edir və bəyan edir ki, kim Allahın elçisinə tabi olmasa, Allah onlara böyük bir əzab verər. Ona görə bu insanlara biz üz tutaraq sual veririk. Bu ayələrin mənası nədir? Əgər siz deyirsinizsə, sünnə bizə lazım deyil, Peyğəmbər sallallahu hədisləri bizə lazım deyil, onda bu ayələrin nə mənası var? Niyə Allah subhanahu wa ta'ala özü əmr edir ki, ona tabi olsun və onun elçisinə? Allahın elçisini nə verirsə götürək, Allahın elçisinə qadağan edirsə, onu etməyək. Bu ayələrin mənası nədir? Sözsüz ki, onların mənası var. Ona görə bunu deyən insanlar özlərinə Quranilər desələr də əslində Quranı inkar edirlər. Çünki bu ayələri onlar inkar edirlər və qəbul etmirlər. Bu birinci cavab. İkinci cavab onlara yenə də Quran-ı Kərimdəndir. Quran-ı Kərimdə